Buradan üzümü yuxarıda oturanlara tuturam. Azərbaycanı nə günə qoyubsunuz? Millətdən halısınızmı? Deyir Toxun Ağacdan nə xavarı? Əlbəttə halı döysünüz. İşləyən maaş alan, pensiya alan bunlar bir təhər dolanır. Vay qara halına işləməyən adamların. İş tapırlar. İş yoxdur. Orta təbəqiyi işə götürmürük, sosial vermirik, pensiya vermirik, neynəsinlər? Kənddə nə qədər adamlar tanıyıram ki, Allah hamd olsun, evdə bir nəfər iş tapır, bir-birinin üzünə baxa-baxa dururlar, çörəyə zərildilər. Dünən biri sevincək gəlib ki, iş tapmışam, qara fəhləlik. Dedilər, get sağlamlıq kağızı al. Bircə manat yol pulu verdim. Getdi boynu pükük gəldi ki, sağlamlıq kağızı almaq üçün banka 40 manat keçirməliyəm. Bu nə qanundur? Sizi belə heç o 40 günə qalmayın. Boynu pükük geri qayıtdı. Bu nə biabırçılıqdır?